Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bərabərsizlik bölməsindən davam edirik. Birinci sualdan başlayıram. Sualda deyir ki, x çıxılsın 3 kiçikdir və ya bərabərdir 1 bərabərsizliyinin ən böyük tam həllini tapın deyir. Yazıram x kiçik bərabər 1 qalır, mənfi 3 sağa keçir, müsbət 3. X kiçik bərabər 1 üstə gəlir 3, 4. Aha. Deyir, ən böyük tam həllini tapın, elə x-in ən böyük tam qiyməti 4-dür. Çünki 4 4-dən kiçik olmasa da 4 4-ə bərabərdir. Ən böyük tam həlli 4-dür. Sonra ikinci sual. Deyir, x üstə gəl 12, kiçik bərabər 17 bərabərsinin neçə natural həlli var? X qalır, kiçik bərabər qalır, 17 qalır. Müsbət 12 sağa keçir, mənfi 12, x kiçik bərabər 5. Neçə natural həlli var? Natural deyirsə 1-dən götürək. 1 kiçikdir 5-dən, 2 kiçikdir 5-dən, 3, 4, bir də 5. 5-dən kiçik olmasa da bərabərdir. Neçə natural həlli var? O da olur 5 dənə. 5 dənə natural həlli var. Ondan sonra üçüncü sual. Üçüncü sualda 3 üstə gəl x kiçik bərabər 7 bərabərsizliyinin natural həllərinin cəmini tapın. X qalır, kiçik bərabər 7 qalır. Müsbət 3 sağa keçir, mənfi 3, x kiçik bərabər 4. Natural deyir, yenə 1-dən götürürük. 1 kiçikdir 4-dən. 2 kiçikdir 4-dən, 3 kiçikdir 4-dən, 4 4-ə bərabərdir. Natural həllərinin cəmini istəyir, o da olur 10. Natural həllərinin cəmini istəyir. Sonra dördüncü sual, elə sağdan yazdıram. 36 kiçik bərabər x kiçikdir 46 bərabərsizliyinin neçə natural həlli var? 3 ballıq sual kimi, variantı olan sual kimi düşür. Ən rahatı ilə hamısını yazın ki, səhv eləməyəsiniz. Çünki bunu belə səhv yazan uşaqlar görmüşəm. 36, x 36 ola bilər. Çünki 36-ya bərabərdir. 36, 37, 38, 39, 40, 41, 42, 43, 44 və 45 olar. Çünki 45 kiçikdir 46-dan. Neçə natural həlli var? Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə. Neçə natural həlli var? O da 10 dənə natural həlli var. Sonra keçirik 5-ci suala. 17 kiçikdir 14 üstə gəl x bərabərsizliyi verib. Belə deyək də, əgər 17 kiçikdirsə 14 üstə gəl x-dan. 17 kiçikdir 14 üstə gəl x-dan. Onda 14 üstə gəl x 17-dən böyükdür. Buradan da birbaşa yazaq. X böyükdür. Deməli 14 o yana keçir. Mənfi 14. X böyükdür. Deməli 3-dən. X böyükdür 3-dən. Ən kiçik natural həlli 4-dür. Çünki 4 3-dən böyükdür. Ən kiçik natural həllinin üzərinə 10 əlavə etdikdə neçə alınır? O da 14 alınır. Sonra baxırıq 6-cı suala. Mənfi 3x böyükdür 9. X-in əmsalı mənfidir, işarə dəyişir. 9-u bölürəm mənfi 3-ə, mənfi 3. X kiçikdir mənfi 3-dən. Ən böyük tam həllini soruşur. Mənfi 3-dən kiçiyə də mənfi 4 olar da. Deməli, ən böyük tam həlli mənfi 4-dür. Bax belə. Sonra 7-ci sual. Deməli, 2 vurulsun, x üstə gəl 4. Çıx 6, kiçikdir 4 vurulsun, x üstə gəl 2 bərabərsizliyini həll edin deyir. Əvvəlcə vuraq açaq. 2-ni vururam x-a 2x, 2-ni 4-ə vururam 8, çıx 6, kiçikdir. 4x-a vururam 4x, 4-ü 2-yə vururam 8. Hər tərəfdən 8-lər islah gedir. 2x, 4x sola keçir, mənfi 4x, kiçikdir. Mənfi 6 sağa keçir, müsbət 6. 2x çıx 4x, mənfi 2x kiçikdir 6. X-in əmsalı mənfidir, işarə dəyişir. 6-nı bölürəm mənfi 2-yə, mənfi 3. X böyükdür mənfi 3-dən. Mənfi 3-dən böyük ədədlər harada yerləşir? Mənfi 3-dən müsbət sonsuzluğa doğru. Bax, cavabımız budur. Ondan sonra 8-ci sual. 15 çıx 3x böyükdür 57 üstə gəlinsin 4x bərabərsizliyi. Məhsulları bir tərəfə yığaq, məlumları digər tərəfə. Mənfi 3x qalır. 4x sola keçir. Mənfi 4x böyükdür 57 qalır. Müsbət 15 sağa keçir. Mənfi 15.
Mənfi 3x, mənfi 4x. Olur mənfi 7x. 57 çıx 15, 42. Və yenə x-in əmsalı mənfidir. İşarə dəyişir. 42-ni mənfi 7-yə bölürəm, mənfi 6. X kiçikdir mənfi 6-dan. Mənfi 6-dan kiçik ədəd neçə olar? Mənfi 7. Deməli, ən böyük tam 50 mənfi 7-dir. Sonra 9-cu sual. 9-cu sualda 3x üstə gəl 5 kiçikdir 5x üstə gəl 18. Yenə məhsulları bir tərəfə yığaq, məlumları digər tərəfə. 3x qalır. 5x sola keçir, mənfi 5x kiçikdir 18 qalır. Müsbət 5 sağa keçir, mənfi 5. 3x çıx 5x, mənfi 2x kiçikdir 18 çıx 5, 13. Yenə x-in əmsalı mənfidir, işarə dəyişir. 13'ü bölürəm mənfi 2-yə, mənfi 6,5. X böyükdür mənfi 6,5-dən. Mənfi 6,5-dən böyük ədədlər. Mənfi 6-nın özü, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1. Deyir, mənfi tam həllərinin sayını tapın. Mənfi tam həllərinin sayı da olur 6 dənə. Yəni, cavab 6 götürürük. Sonra keçirik, deməli, 10-cu suala. 10-cu sualda, deməli, 5 vurulsun, x çıx 2, üstə gəlinsin 15, böyükdür, 2 vurulsun, x çıx 1. Əvvəlcə vuraq açaq. 5-i vururam x-a 5x, 5-i mənfi 2-yə vururam mənfi 10, üstə gəl 15, böyükdür, 2-ni x-a vururam 2x, 2-ni mənfi 1-ə vururam mənfi 2, 5x, mənfi 10 üstə gəl 15, müsbət 5, böyükdür 2x çıx 2. 5x qalır, 2x sola keçir, mənfi 2x, mənfi 2 qalır, müsbət 5 sağa keçir, mənfi 5. 5x çıx 2x, 3x, böyükdür, mənfi 2, mənfi 5, olur mənfi 7. X da böyükdür, mənfi 7-ni 3-ə bölürəm, mənfi 2 tam 3də 1. X böyükdür mənfi 2 tam 3də 1-dən. Bərabərsizliyini həll edin deyir. Onda aralıq şəklində yazırıq cavabı. X böyükdür mənfi 2 tam 3də 1-dən. Cavab olur mənfi 2 tam 3də 1-dən müsbət sonsuzluğa qədər. Bax belə. 11-ci sual. 11-ci sualda 7 çıx 6x bölü 2 çıx 8x plus 1 bölü 3 kiçikdir 12 çıxılsın 10x. Məxrəc varsa məxrəcdən azad eləyək. O da 2-yə 3-ə ortaq məxrəc 6-dır. Ona görə hər tərəfi 6-ya vuraq. Yazıram 6 vurulsun 7 çıx 6x bölü 2 çıx 6 vurulsun bir dəqiqə 6 vurulsun 8x üstə gəl 1 bölü 3 kiçikdir 6 vurulsun 12 və çıxılsın 6 vurulsun 10x. Sağda solda nə varsa hamısını 6-ya vurduq. Ki kəsirdən azad eləyək. İndi burada vurma var. 6 2-yə ixtisar gedir. 3, 3-ü vururam 7-yə 21 çıx. 3-ü 6x-a vururam 18x. Burada 6 3-ə ixtisar gedir. 2 qalır. Qabaqda mənfi də var. Mənfi 2-dir bu. Mənfi 2-ni 8x-ə vururam. Mənfi 16x. Mənfi 2-ni 1-ə vururam. Mənfi 2. Kiçikdir. 6-nı 12-yə vururam 72. 6-nı 10-a vururam 60x. Əvvəlcə sol tərəfi sadələşdirək. 21 çıx 2 19. Mənfi 18x mənfi 16x eləyir. Mənfi 34x. Kiçikdir 72 çıx 60x. Məhsulları bir tərəfə yığaq, məlumları digər tərəfə. Mənfi 34x qalır. Mənfi 60x sola keçir, müsbət 60x. Kiçikdir 72 qalır. Müsbət 19 sağa keçir, mənfi 19. Bu da biri mənfi, biri müsbətdir. Böyükdən kiçik çıxırıq. Eləyir 26x. Kiçikdir 72 çıx 19 da 53 eləyir. Aha. Davam edirəm. 26x kiçikdir 53. X da kiçikdir 53 bölünsün 26. 53'ü 26'ya bölürük.
53 26-ya tam bölünmür. 2 dəfə düşür. 2 tam 26'da qalıq da 1 qalır. 2 tam 26'da 1. Sualda deyir bərabərsizliyin ən böyük tam əlini tapın. Təbii ki, ən böyük tam əlli 2 olar. Çünki 2 kiçikdir 2 tam 26'da 1'dən. 2 tam ədəddir, 2 kiçikdir 2 tam 26'da 1'dən. Ən böyük tam əlli 2'ni götürürük. Sonra keçirik deməli 12-ci suala. Bir dəqiqə. 12-ci sualda mənfi 0,6-nı yazıram. Mənfi 5'də 3 adi kəsirlə çıx x bölü 2 böyük bərabər 4'ü vurub açıram. Birbaşa 4'ü x-a vururam 4x çıxılsın. 4'ü 1,5'ə vururam 6. Və yenə kəsirdən azad eləmək üçün bunun hər tərəfini 5'ə 2'yə orta məxrəc 10'dur. Hər tərəfi 10'a vuraq. Yazıram ki 10 vurulsun. 10 vurulsun. Mənfi 5'də 3 çıx 10 vurulsun x böl 2 böyük bərabər 10 vurulsun 4x çıx 10 vurulsun 6. Hər tərəfi 10'a vurdum ki məxrəcdən azad eləyək. Kəsirdən azad eləyək. 15'ə ixtisar gedir 2 qalır. 2'ni vururam mənfi 3'ə mənfi 6 çıx 12'ye ixtisar gedir 5 qalır. 5'i vururam x-a elə 5x. Böyük bərabər. Onu vururam 4x-a 40x. Çıx onu 6'ya vururam 60. Mənfi 5x qalır. 40x sola keçir. Mənfi 40x. Böyük bərabər. Mənfi 60 qalır. Mənfi 6 sağa keçir müsbət 6. Mənfi 5x mənfi 40x. Mənfi 45x, bu da edir mənfi 54. Hər tərəfdən mənfilər atılır, amma işarə dəyişir. 54'ü bölürəm 45'ə. Davamlı buradan yazıram. X kiçik bərabər 54'ü bölürük 45'ə. O da 9'a ixtisar gedirlər. 9'a bölsək 5 qalır. 9'a bölsək 54'ü 9'a böləndə 6 qalır. X da kiçik bərabər 6'nı 5'ə bölürəm 1 tam 10'da 2. Yəqin ki, ən böyük tam həllini tapın deyir. Ən böyük tam həlli də 1 olar. Çünki 1 kiçikdir 1 tam 10'da 2'dən. Ən böyük tam həlli 1 olar. Sonra keçirik deməli 13-cü tapşırığa. 13-cü sualda x kvadratı çıx 5x üstə gəl 4 kiçik bərabər 0. Kvadratik bərabərsizlikdir. Əvvəlcə Viet teoremi ilə köklərinin cəmini və köklərinin hasilini tapaq. Kökləri cəmi mənfi 5'in əksi müsbət 5. Kökləri hasili sərbəst hədd 4. Kökləri aydındır ki 1 ilə 4'dür. Çünki 1'i 4'ə vuranda 4 eləyir. 1'in üstə 4 gələndə 5 eləyir. Və bax burada bərabər işarəsi var deyə. Bərabər işarəsi var deyə kökləri ödəyir. Ödəyir deyə ədəd oxunda köklərini içi dolu şəkildə qeyd edirik. Bərabər işarəsi var, kökləri ödəyir, içi dolu qeyd edirik. Və bilirsiniz ki, kvadratik bərabərsizlik olduğuna görə intervallar üsulu ilə gedirik. Sağdan başlayıram, birinci müsbət qoyuruq, sonra növbələşir. Müsbət, mənfi, müsbət. Və sıfırdan kiçikdir, sıfırdan kiçik olanda mənfi aralıqdakı ədədlər ödəyir. Sualda deyir bərabərsizliyin natural həllərinin cəmini tapın. Natural həlləri elə 1, çünki içi dolu ödəyir. 1'dən sonra 2 ödəyir, çünki iştiqlənmiş hissəyə düşür. 3 ödəyir, iştiqlənmiş hissəyə düşür və 4 də ödəyir, içi doludur deyə. Natural həllərinin cəmini deyir 10 olur. Soruşsaydı ən böyük tam həlli 4'dür. Soruşsaydı ən kiçik tam həlli 1'dir. Tam həllərinin sayı 4 dənə. Tam həllərinin cəmi və ya natural həllərinin cəmi olur 10. Sonra keçirik deməli 14-cü tapşırığa. 14-cü tapşırıqda 2x kvadrat çıx 7x plus 5 böyüdür 0. Kvadratik bərabərsizlikdir. Əvvəlcə bunun köklərini tapaq. 2'ni aparıb 5'ə vururuq ki, Viet teoremi ilə gedə bilək. Yazıram x kvadratı çıx 7x üstə gəl. 2'ni 5'ə vururam 10 böyüdür 0. Köklərinin cəmi mənfi 7'nin əksi müsbət 7. Köklərinin hasili sərbəst hədd yəni müsbət 10. Aha.
Aydındır ki, kökləri bir kökü 2-dir, bir kökü də 5-dir. 2-ni 5-ə vuranda 10, 2-nin üstə 5 gələndə 7. Tapandan sonra uşaqlar, bu qabaqdakı 2-yə bölməyi unutmayın. Ola bilər qabaqda başqa ədəd olsun, həmin ədədə bölməyi unutmayın. İndi tapandan sonra köklərini qabaqdakı bu 2-yə bölürük. 2-ni bölürəm 2-yə, elə 5-i də bölürəm 2-yə. Tapandan sonra köklərini qabaqdakı ədədə bölürük. 2-ni 2-yə bölsək 1, 5-i 2-yə bölsək 2,5. İndi bu sualda bərabər işarəsi yoxdur. Baxın, bərabər işarəsi yoxdur. Onda kökləri ödəmir. Ödəmir deyə fərqli götürürük. Və ədəd oxunda da içi boş götürürük. 1 ödəmir, içi boş. Düzdür, 1 ödəmir, içi boş götürürük. Bunu necə silim mən? Siləndə hamısı silindi. Aha, deməli, lövhəyə öyrəşmişəm. 1 ödəmir, içi boş, elə görsənir. 2,5 də ödəmir. Deməli, ona görə biz içi boş götürürük. Sonra intervallar çəkirik. Çünki kvadratik bərabərsizlikdir. Kvadratik bərabərsizliyi mütləq intervallar üsulu ilə həll edirik. Başlayıram müsbət, mənfi, müsbət. O da sıfırdan böyükdür. Sıfırdan böyükdürsə müsbət aralıqlardakı ədədlər ödəyir. Hansı aralıqlar ödəyirsə iştirakləmək lazımdır. Ki, ödəyəni iştiraklənmiş hissədə axtarırıq. Ödəməyəni iştiraklənməmiş hissədə axtarırıq. Şimdi suala baxaq, 14-cü sual. Deyir, bərabərsizlik ödəməyən tam ədədlərin cəmini tapın. Ödəməyəni ağ yerdə axtarırıq. Ödəməyənlər ağ yerdə olur. Ödəməyənlər iştiraklənməmiş hissədə olur. Ödəməyən tam ədədlər. Elə birinin özü ödəmir, çünki içi boşdur. Bir ödəmir, gözlüyümdən belə də... Yox. Bir dəqiqə. Bir ödəmir. Yenə... Xət getdi, heç nə olmaz. Deməli, bir ödəmir, içi boşdur. Bir ödəmir, içi boşdur. Axır alındı. Bir ödəmir, deməli, içi boşdur. Bir də birdən sonra 2 ödəmir. 2 də ödəmir. Çünki ağ yerə düşür. 2,5 ödəmir, amma kəs ədəddir. Ödəməyən tam ədədlər 1 ilə 2-dir. O da cəmini istəyir, cavab olur 3. Sonra keçirik deməli 15-ci suala. 15-ci sualda x kvadratı çıx 2x böyükdür 0. X ortaq çıxardaq. X vurulsun x çıx 2 böyükdür 0. Aha, bərabər işarəsi yoxdur deyə hərəsini ayrı-ayrı sıfırdan fərqli eləyirəm. X fərqlidir 0, x fərqlidir 2. İndi x sıfırdan fərqlidir. Onda 0 ödəmir, içi boş. 2-dən fərqlidir, ödəmir, içi boş. Yenə deyirəm, kvadratik bərabərsizlikdir. İntervallar üsulu ilə getməliyik. Müsbət, mənfi, müsbət. Və sıfırdan böyükdür. Burada baxırsınız, sıfırdan böyükdür. Ona görə müsbət aralıqlardakı ədədlər ödəyir. Müsbət aralıqlar ödəyir. Aha, bizə deyir, yenə ödəməyən ən böyük ədədi tapın. Ödəməyənə də 0-dır, içi boşdur. 0-dan sonra 1 gəlir, ödəmir, ağ yerə düşür, içi boşdur. Ödəmir, 2. Təbii ki, ödəməyən ən böyük tam ədəd 2-dir, cavab da 2 olur. Ödəməyən ən böyük ədəd 2-ni götürürük. Sonra keçirəm 16-cı tapşırığa. 16-cı tapşırıqda mənfi x kvadratı üstə gəl 2 böyük bərabər 0. Yazıram mənfi x kvadrat böyük bərabər 2 sağa keçir mənfi 2. Hər tərəfdən mənfilər atılır, işarə dəyişir. Və bu sadə kvadratik bərabərsizlikdir deyə intervallar üsulundan yazmağa ehtiyac yoxdur. Həm də ödəyən tam ədədlərin sayını soruşur. Hansı tam ədədlərin kvadratı 2-dən kiçikdir? Təbii ki 1-in. 1-in kvadratı 1-dir, 1 də kiçikdir 2-dən. 0-ın kvadratı 0-dır, 0 da kiçikdir 2-dən. Və mənfi 1-in kvadratı 1-dir, yenə kiçikdir 2-dən. Tam həllərinin sayını tapın deyir. Tam həllərinin sayı 3-dür. 3 dənə tam həlli var. Tam həllərinin sayı olur 3. Ondan sonra keçirəm 17-ci suala. Keçən il buraxılış imtahanına düşmüşdü. Yazdıram 2x kvadratı plus x böl 2 böyükdür 3x böl 5 plus 10'da 9 bərabərsiliyini həll eləyin.
Əvvəlcə biz bunu kəsirdən azad eləyək. Kəsirdən azad eləmək üçün də hər tərəfi 10-a vuraq. Yazıram ki 10 vurulsun 2x kvadratı plus x böl 2 böyükdür 10 vurulsun 5'də 3x üstə gəlinsin 10 vurulsun 10'da 9. Hər tərəfi 10'a vururuq ki məxrəcdən azad eləyək. Burada 12'yə ixtisar gedir 5 qalır. 5'i 2'yə vururam. 10x kvadrat plus 5x'ə vururam 5x böyükdür. 15'e ixtisar gedir 2, 2'ni 3'ə vururam 6x plus onlar ixtisar getdi 9. Hamısını sol tərəfə yığıram. Çünki kvadratik bərabərsizlik alınacaq. Yazıram 10x kvadrat plus 5x minus 6x minus 9 böyüdür 0. 10x kvadrat 5x çıx 6x mənfi 1x mənfi 9 böyüdür 0. İndi bunun köklərini, bu kvadratik bərabərsizliyin köklərini diskriminantla tapmaq olar. Onu mənfi 9'a vurub bayaqki kimi Viet teoremi ilə tapmaq olar. Amma imtahanlarda çox istifadə olunan bir qaydanı deyim sizə. Deməli, bu qalsın burada. Kvadrat tənlikdə belə bir qayda var. Kvadrat tənlikdə əgər A-nı, B-ni, C-ni toplayanda 0 eləyirsə, əgər əmsalları A əmsalı, B əmsalı və C sərbəst həddir. Bax, bu üçünün toplayanda bu üçünün cəmi 0 olarsa, onda birbaşa bir kökü 1 olur. Bir kökü də C bölünsün A olur. Bax, bu qaydaya nə qədər imtahana düşmüş suallar var. Bu qaydanı bilsəz, imtahanda sizin üçün rahat olar. Yəni, imtahana düşən nə qədər sual var ki, bu qayda ilə gedilir ki, köklərini tapmağa vaxtınız getməsin. Viet teoremi ilə getməyə və ya diskriminantla getməyə vaxtınız getməsin. Siz birbaşa köklərini tapıb qeyd eləyəsiniz. Deməli, A-nı, B-ni, C-ni 3 dənə əmsalı toplayanda 0 eləyirsə, bir kökü 1'dir, bir kökü də C böl A-dır. İndi bizim tənliyə qayıtsaq, daha doğrusu bizim bərabərsizliyə qayıtsaq, bu A-dır, B-dir, C-dir. Üzr istəyirəm, bu 9 idi. Bu üçünü toplasa 0 eləyir. Mənfi 1, mənfi 9, mənfi 10 eləyir. Mənfi 10 da müsbət 10'u toplayanda 0 eləyir. Deməli, A-nı, B-ni, C-ni toplayanda 0 eləyir deyə avtomatik bir kökü 1'dir. Bir kökü də C böl A-dır. Yəni, mənfi 9 böl 10'dur. Bir kökü 1'dir, bir kökü də C böl A-dır. Amma bərabər işarəsi yoxdur, ona görə ödəmir. Ödəmirsə, ədəd oxunda biz bunları, gəlin bunu da belə yazaq, bir dəqiqə, mənfi 0.9, ödəmir deyə ədəd oxunda biz bunları içi boş qeyd eləyək. Mənfi 0.9 ödəmir, içi boş, 1 ödəmir, içi boş, müsbət, mənfi, müsbət və 0'dan böyük olmalıdır. 0'dan böyük olduqda müsbət aralıqlar ödəyir. Bərabərsizliyi həll eləyin deyir. Biz cavabı aralıqlar şəklində yazmalıyıq. Bilirsiniz ki, bu hissə gedir mənfi sonsuzluğa, bu hissə də gedir müsbət sonsuzluğa. Cavab olur, mənfi sonsuzluqdan mənfi 0.9'a qədər, içi boşdur deyə daxil deyil, birləşir, birdən daxil deyil, çünki içi boşdur. Birdən müsbət sonsuzluğa qədər. Bax, cavabımız belə olur. Sonra keçirəm 18-ci sual, artıq rasional bərabərsizliklər gəlir. Yəni, kəsr bərabərsizliklər. Kəsr bərabərsizlikləri də biz intervallar üsulundan həll edirik. Amma əvvəlcə biz işarədən asılı olmayaraq məxrəci 0'dan fərqli eləməliyik. Məxrəc 0'dan fərqli olmalıdır. Hər zaman məxrəci 0'dan fərqli eləyirsiniz. Bu, ümumiyyətlə, bərabərsizlik dərsində deyil, riyaziyyatın bütün bölmələrində belədir. Riyaziyyatın hansı bölməsi olur olsun, məxrəc 0 ola bilməz. Məxrəc 0'dan fərqli olmalıdır. Sürəti nə edirik? Bərabər işarəsi olanda 0'a bərabər eləyirik. Bax, bu tapşırıqdakı kimi bərabər işarəsi var, 0'a bərabər eləyirəm. Bərabər işarəsi olmasaydı, sürəti də 0'dan fərqli eləyərdim. İndi burada bərabər işarəsi var deyə sürəti 0'a bərabər elədim. Buradan x bərabər müsbət 5 sağa keçir mənfi 5. İndi x mənfi 5'ə bərabərdir, ödəyir. İçi dolu. Amma
Mənfi 7-dən fərqlidir. Bir dəqiqə üstdən bunu yenidən çəkim. Hə. Mənfi 5-ə bərabərdir. Ödəyir. İçi dolu. Aha. Amma mənfi 7-dən fərqlidir. Ödəmir. Ona görə içi boş qeyd edirik. İntervallar üsulu ilə gedirik. Bir daha deyirəm. Kvadratik bərabərsizlik və kəsr bərabərsizlik mütləq intervallar üsulu ilə həll olunur. Müsbət, mənfi, müsbət sıfırdan kiçikdir. Ona görə mənfi aralıqdakı ədədlər ödəyir. Mənfi aralıq ödəyir. Sıfırdan kiçikdir, mənfi aralıq ödəyir. Deyir, ən böyük tam 50-ni tapın, ən böyük sağda axtarırıq. Ən böyük tam 50 ilə mənfi 5-dir. Çünki içi doludur, çünki ödəyir. Deməli, ən böyük tam 50 ilə mənfi 5 olar. Sonra 19. 19-cu tapşırıq. X plus 1 bölünsün 3x çıx 2 böyük bərabər 2. Aha, bərabərsizlik ilə bağlı tapşırıqlarda altına 1 atıb çarpaz vurmaq qətiyyən olmaz. Çünki gah tutur, gah tutmur. İndi bəzi məqamlar var, bəzi məqamlarda vurmaq olur. Amma siz bir mənalı şəkildə yadda saxlayın ki, bərabərsizlik ilə bağlı tapşırıqlarda çarpaz eləmək, çarpaz vurmaq olmaz. Çarpaz vurmaq olmaz. Ona görə də biz sol tərəfi saxlayıb sağdakı 2-ni sola keçirdirik. Olur mənfi 2. Və böyük bərabər 0. Daha sonra 2-nin altına 1 atıram. 3x çıx 2-yə vururam və ortaq məxrəc edirəm. 3x çıx 2 ilə 1-ə ortaq məxrəc. 3x çıx 2. Sürətdə yazıram x plus 1. Bunu biz vuracaq mənfi 2-yə, diqqətli olursunuz. Mənfi 2-ni 3x-ə vururam, mənfi 6x. Mənfi 2-ni mənfi 2-yə vururam, müsbət 4. Böyük bərabər 0. Davam edirəm. Məxrəc qalır, aydındır ki. Sürətdə 1x çıx 6x. Mənfi 5x. Müsbət 1, müsbət 4. Müsbət 5. Böyük bərabər 0. X-in əmsalı mənfidir, olmaz. Mənfi 1-ə vurun, müsbətləşdiririk. Mənfi 1-i mənfi 5x-ə vursam, müsbət 5x. Mənfi 1-i 5-ə vur, mənfi 5. Mənfi 1-ə vurduq. X-in əmsalı müsbətləşdi. Mənfi 1-ə vuranda bərabərliyin işarəsi dəyişir və tam sadələşdirdik. İndi başlayaq. Məxrəci sıfırdan fərqli eləyirik. Məxrəci sıfırdan fərqli eləyirik. Buradan x fərqlidir 3-də 2-dən. Aha. Məxrəci sıfırdan fərqli elədik. Amma sürəti bərabər işarəsi var. Sürəti sıfıra bərabər edirik. Sürəti sıfıra bərabər edirik. X-i 1 tapırıq. İndi baxaq. X 1-ə bərabərdir. Onda 1 ödəyir, içi dolu. Çünki 1-ə bərabərdir. 1 ödəyir, içi dolu. Amma 3-də 2-dən fərqlidir. 3-də 2 ödəmir, ona görə içi boş qeyd elədim. İndi baxaq. Yenə deyirəm, kəsir bərabərsizlikdir. Mütləq intervallar üsulu ilə həll eləməlisiniz. Kvadratik bərabərsizlik və kəsr bərabərsizlik intervallar üsulu ilə həll olunur. Müsbət, mənfi, müsbət və cavab götürəndə axırıncı işarəyə baxırıq. Çünki ola bilər ki, gedişatda mənfiyə vurarsınız, mənfiyə bölərsiniz, işarə dəyişə bilər gedişatda. Ona görə sonuncu işarəyə baxırıq. Nəzərə alın ki, sıfırdan kiçik olmalıdır. Sonuncu işarəni göstərirəm. Sıfırdan kiçik olmalıdır. Ona görə də biz mənfi aralığı götürürük. Mənfi aralıqdakı ədədlər ödəyir. Nə soruşur bizdən? Soruşur ki, ən böyük tam həllini tapın. Ən böyük tam həlliniz iştiqlənmiş hissədə ən sağda axtarırıq. Təbii ki, ən böyük tam həlli 1-dir. Çünki içi doludur, ödəyir. Ən böyük tam həlli biz 1-i götürürük. Bax belə, ondan sonra keçirik deməli 20-ci tapşırığa. 20-ci tapşırıqda 1 çıxılsın 7 böl x kiçikdir 0 bərabərsizliyini həll eləyin deyir. Burada biz 1-in məxrəcinə 1 ataq, x-a vuraq, ortaq məxrəc eləyək. 1-ə x-a ortaq məxrəc x, x-i 1-ə vur x, çıx 7, kiçikdir 0-dan. Aha, sadələşdirdik. İndi başlayaq. Demək bilirsiniz, məxrəci nə edəcəyik? 0-dan fərqli. Məxrəc 0 ola bilməz. Aha, bərabər işarəsi yoxdur. Artıq burada sürəti də 0-dan fərqli eləyirəm. Məxrəci hər zaman 0-dan fərqli eləyirsiniz. Bərabər işarəsi yoxdur deyə sürəti də 0-dan fərqli eləyirik. X da fərqlidir. Mənfi 7 özə keçir, müsbət 7.
İndi ədəd oxu çəkək. X 0-dan fərqlidir, içi boş. X 7-dən fərqlidir, içi boş. İntervallar çəkirik. Niyə intervallar çəkirik? Kəsr bərabərsizlikdir. Mən bir daha deyirəm. Kvadratik bərabərsizlik və kəsr bərabərsizliyi intervallar üsulu ilə həll edirik. Müsbət, mənfi, müsbət və işarəyə baxırıq ki, 0-dan kiçik olmalıdır. Onda 0-dan kiçik olmalıdırsa biz deməli mənfi aralığı götürək. Mənfi aralığı götürək. Mənfi aralıq ödəyir. Sualda deyir bərabərsizliyi həll eləyin. Onda həll eləyindirsə cavabı aralıq şəklində yazırıq. 0-7 aralığı ödəyir. Özləri ödəmir, özləri daxil deyil, çünki içi boşdur. Bax bu şəkildə. Sonra keçirik 21-ci suala. 21-ci sualda 1 çıxılsın 5 böl x vurulsun x kvadratı üstə gəl 6 kiçikdir 0 bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın deyir. Bax bu ifadədən danışmaq istəyirəm. Bu ifadə siz x-ə nə qoysanız da hər zaman müsbətdir. Çünki mənfədənin də kvadratı müsbətdir. Müsbətədənin də kvadratı müsbətdir. Müsbətin də üstünə müsbət gələndə, müsbətin də üstünə müsbət gələndə daha da müsbət olur. Yəni siz bu ifadədə x-ə nə qoysanız da müsbət alınır. X-ə nə qoysan da müsbət eləyir. 0 qoysaz da müsbət alınır. 0-ın kvadratı 0, 0-ın üstü 6 gəl 6, 6 alınır, görürsünüz müsbət alınır. Deməli bu həmişə müsbətdir. Biz bunu ata bilərik. Çünki vuruqlardan biri müsbətsə atırıq onu. Müsbətdir də göyə qalıb nə edəcək? Vuruqlardan biri müsbətsə atın getsin. Onsuz da x-ə nə qoysan da müsbət alınır da onu. Onda müsbətdir, atdıq. Müsbət olan bir vuruğu atırsansa işarə dəyişmir, qalır. Davam edirəm. Birin məxrəcinə 1 atıram, x-a vururam, orta məxrəc eləyirəm. 1x orta məxrəc x, x-i 1-ə vururam, x çıx 5 və kiçikdir 0-dan. İndi yenə kəsr bərabərsizlikdir. Biz bu kəsr bərabərsizliyi həll eləyək. Yenə deyirəm, məxrəci biz 0-dan fərqli eləyirik. Özü də hər zaman bərabər işarəsi yoxdur deyə sürəti də 0-dan fərqli eləyirik. Buradan da x fərqlidir 5-dən. Aha, x 0-dan x 5-dən fərqlidir. 0-dan fərqlidir, içi boş. 5-dən fərqlidir, içi boş. İntervallar çəkirəm. Çünki kəsr bərabərsizlikdir. İntervallar üsulu ilə həll edirik. Və sonuncu işarəyə baxırıq. Onsuz da işarə gedişatda dəyişməyib. 0-dan kiçikdir. 0-dan kiçikdir deyə mənfi aralıq ödəyir. Mənfi aralığı götürürük. Sualda deyir ki, bərabərsizliyin tam həllərinin cəmini tapın. Tam həlləri iştiqlənmiş hissədədir. 1 iştiqlənmiş hissəyə düşür. 2 iştiqlənmiş hissəyə düşür. 3 iştiqlənmiş hissəyə düşür, ödəyir. Və 4 iştiqlənmiş hissəyə düşür, ödəyir. Amma 5 ödəmir, içi boşdur. Tam həllərinin ödəyən tam ədədlərin cəmi 10 olur. Cavabımız 10 olar. Növbəti keçirik 22-ci tapşırığa. 22-ci tapşırıqda x kvadratı çıx 9 vurulsun x kvadratı plus 2 böyükdür və ya bərabərdir 0. Yenə kvadrat var, bir də nə cünə qoydum? Kvadrat var və üstə gəl var. Deməli bu ifadə həmişə müsbətdir. X-ə nə qoysan da müsbətdir. X-ə hansı qiyməti qoysan da müsbətdir. Və vuruqlardan biri müsbətsə biz onu atırıq. Onsuz da x-ə nə qoysan da müsbətdir. Müsbətdir deyə biz onu atırıq, qalanını köçürdürük. Və müsbət bir şeyi atmışsınızsa işarə dəyişmir, qalır. Bunu tənlik olaraq həll eləsək, kökləri biri 3-dür, biri də mənfi 3-dür. Və kökləri ödəyir. Çünki qırmızı ilə göstərin, bax burada bərabər işarəsi var. Kökləri ödəyir. Ödəyir deyə biz ədəd oxunda içi dolu götürürük. 3 ödəyir, içi dolu. Mənfi 3 ödəyir, içi dolu. Hardan bildik? Bax burada bərabər işarəsi var. İntervallar çəkirəm. Niyə? Çünki kvadratik bərabərsizlikdir. Biz demişdik ki, kvadratik bərabərsizlik və kəsir bərabərsizlik intervallar üsulu ilə həll olunur. İndi baxıram sonuncu işarəyə 0-dan böyük olmalıdır. 0-dan böyükdürsə deməli müsbət aralıqlar ödəyir. 0-dan böyükdürsə müsbətləri götürməliyik. Müsbət aralıqlar ödəyir.
Bura gedir mənfi sonsuzluğa, sağ tərəfdə gedir müsbət sonsuzluğa. Cavab olur. Mənfi sonsuzluqdan mənfi 3-ə qədər. Mənfi 3 içi doludur, ödüyür, daxil. Birləşir, 3 içi doludur, daxildir. 3-dən müsbət sonsuzluğa. Bax, cavab bu olur. Ondan sonra növbəti gəlir 23-cü sual, 23-cü tapşırıq. 23-cü tapşırıqda bir dəqiqə yaxınlaşdırım onu. Aha. Y çıx 1 bölünsün Y çıx 5 böyükdür 4 bölünsün. Köçürmüşkən mən nə edəcəm? Ən sağda olan kəsirin məxrəcində hədlərin yerini dəyişirəm. Diqqətlə baxın, yerini dəyişdim. Yerini dəyişdiyimə görə də qabağa mənfi atdım. Mənfi də müsbətə dəydi, mənfi oldu. Deməli, məxrəcdə yer dəyişmə edib qabağa mənfi atdım da. İndi nə baş verir? Bu işarəsi mənfi, bunun işarəsi mənfi. İşarələri eynidir. Hər tərəfdən bunlar islah gedirlər. Amma bunlar islah gedəndə Y 5 olmaz. Bunu yazıb qıraqda qeyd eləmək lazımdır. Bunu yadda saxlamaq lazım. Çünki 5-dən 5 çıxanda məxrəci sıfıra çevirir. Bunlar islah gedəndə biz onu yazmalıyıq ki, yaddan çıxmasın. Qaldı Y böyükdür 4-dən. Aha. İndi 4-də tapmışıq, 5-də olmaz. Siz bunu qatmayın, bunu intervallarla getməyin. Bu, böyük işarəsi görəndə, kiçik işarəsi görəndə intervallarla getmirik. Böyük işarə, sildim işarəni, hə. Böyük işarəsi görəndə, kiçik işarəsi görəndə intervallarla getmirik. Bu xətti bərabərsizlikdir. Biz bunu xəttiyib göstərməliyik. Yəni Y 4-dən böyükdür, düzdür? 4-ü qeyd edirəm. 4-dən böyük ədədləri biz xəttiyib göstərməliyik. Bu xətti bərabərsizlikdir. 4-dən böyük ədədlər 4-dən sağda yerləşir və müsbət sonsuzluğa qədər davam edir. Gördünüzmü? Böyük işarəsi olanda, kiçik işarəsi olanda intervallarla getməyin. Qatıb qarışdırmayın. Ağzınıza gələni yazmayın. 4-dən böyükdürsə, deməli, xətti bərabərsidir. Xəttiyib göstərmək lazımdır. Və 5 Y 5 ola bilməz. 5-i burada qeyd eləməliyik. İçi boş ki, nəzərə alaq. Onda Y-in ala biləcəyi qiymətlər, Y daxildir. 4 olmaz. 4-dən 5-ə kimi alır. Yəni 4 ilə 5-in arasını alır və birləşir. 5 daxil deyil, 5-dən müsbət sonsuzluğa kimi olan qiymətləri alır. Bax belə. Növbəti gəlir modul bərabərsizliyi 24-cü tapşırıq. 24-cü tapşırıqda 4 kiçikdir. Bir dəqiqə. 4 kiçikdir. Modulda x çıx 6, o da kiçikdir 7. Modul bərabərsizliyi, modul tənlikdəki kimi bir dəfə olduğu kimi, üzr istəyirəm. Bir dəfə olduğu kimi yazırıq. Olduğu kimi yazırıq. Bir dəfə də modulun qabağına mənfi atıb, mənfiyə vurub yazırıq. Bir dəfə olduğu kimi yazırıq, bir dəfə də qabağına mənfi atıb yazırıq. Olduğu kimi yazanda mənfi 6 getsin deyə hər tərəfin üstünə 6 gələk. 4-ün üstünə 6 gələk. X çıx 6-nın üstünə 6 gələk. 7-nin üstünə 6 gələk. Hər tərəfin üstünə 6 əlavə edirik. 4 üstə gəl 6, 10. Mənfi 6, müsbət 6 gedir x. 7 üstə gəl 6, 13. Aha. Tapdıq ki, x 10 ilə 13 arasından qiymətlər alır. Aldığı tam qiymətlər 11 ilə 12-dir. 10 ilə 13-ün arasından 11-12 var. Bu birinci həllim. Bir dəfə də qabağına mənfi atmışdıq. İndi mənfiyə vuraq açaq. Mənfini x-a vuraq, mənfi x, mənfini mənfi 6-ya vuraq, müsbət 6, kiçikdir 7-dən. Müsbət 6 getsin deyə hər tərəfdən 6 çıxaq. 4-dən çıxaq 6, mənfi x üstə gəl 6-dan çıxaq 6, 7-dən çıxaq 6. Hər tərəfdən 6 çıxdım ki, müsbət 6 getsin, x tək qalsın. 4 çıx 6, mənfi 2, müsbət 6, mənfi 6 islah gedir, mənfi x, 7 çıx 6, 1. İndi bu mənfini buradan götürməliyik ki, x tək qalsın. Ya hər tərəfi mənfi 1-ə vuraq, ya hər tərəfi mənfi 1-ə bölək. Hər tərəfi mənfi 1-ə vururam mən. Fərqi yoxdur. 2 qat bərabərsizliyin hər tərəfini mənfi ədədə vuranda işarələri saxlayırıq, işarələr dəyişmir. Əvəzinə sağ və soldakı ədədlərin yerini dəyişirik. Onda mənfi 1-i birinci 1-ə vuraq. Çünki yerini dəyişəcəyik. Mənfi 1-i 1-ə vururam. Mənfi 1 kiçikdir.
Mənfi 1-i mənfi x-a vur, müsbət x. Mənfi 1-i mənfi 2-yə vur, müsbət 2. İşarələri dəyişmədim, yerini dəyişdim. X mənfi 1 ilə 2 arasından qiymət alır. Hansı tam qiymətləri alır? Mənfi 1-2 arasında 0 var, 1 var. Aha. Deyir ki, bərabərsinin tam həllərinin cəmini tapın. Tam həlləri 11, 12, 0 və 1. Tam həllərinin cəmi eləyir 24. Cavab da 24 tapırıq. Ondan sonra keçirik deməli 25-ci suala. 25-ci sualda deməli 10 kiçikdir B, kiçikdir 20 olarsa 5'də 1 B ifadəsini qiymətləndirin deyir. Onda belə çıxır ki, B-nin qabağına 5'də 1 gəlməlidir. B-nin qabağına 5'də 1 gəlsin deyə hər tərəfi 5'də 1-ə vuraq. Yazıram 10 vurulsun 5'də 1 kiçikdir. B vurulsun 5'də 1 kiçikdir. 20 vurulsun 5'də 1. Hər tərəfi 5'də 1-ə vurdum ki, 5'də 1 B-ni qiymətləndirim. 10 5'ə ixtisar gedir 2, 2-ni 1'ə vururam, 2 kiçikdir. B-ni 5'də 1'ə vururam, 5'də 1 B, kiçikdir, 25'ə ixtisar gedir 4, 4'ü 1'ə vur 4. Onda 5'də 1 B ifadəsini qiymətləndirdik. Tapdıq ki, 5'də 1 B ifadəsi 2 ilə 4 arasından qiymətlər alır. Biz 5'də 1 ifadəsini 5'də 1 B ifadəsini qiymətləndirdik. Sonra 26-cı sual. Mənfi 5,3 kiçikdir x, kiçikdir 6 bərabərsizliyinin ən böyük və ən kiçik tam həllərinin hasilini tapın deyir. Təbii ki, ən böyük tam həlli mənfi 5'dir. Üzr istəyirəm, ən kiçik tam həlli mənfi 5'dir. Ən böyük tam həlli də 6'dan kiçik olmalıdır. Ən böyük tam həlli də 5'dir. Ən kiçik tam həlli mənfi 5, ən böyük tam həlli müsbət 5. Hasilini soruşur, o da mənfi 25. Lap ədəd oxunda da göstərmək olar. X-in ala biləcəyi qiymətlər mənfi 5,3 ilə 6'nın arasındadır. Bax, bu arada. Mənfi 5,3 ilə 6'nın arasından qiymətlər alır. 6'nı almır. 6'dan əvvəl ən böyük tam həlli 5 olar, düzdürmü? Ən böyük həlli 5'dir. Ən böyük həlli 5. Mənfi 5,3'dən əvvəl nə gəlir? Mənfi 5. Deməli, ən kiçik tam həlli də mənfi 5'dir. Ən böyük tam həlli 5, ən kiçik tam həlli mənfi 5, hasilləri də mənfi 25 olar. Sonra keçirik deməli 27-ci tapşırığa. 27-ci tapşırıqda 5 kiçik bərabər x, kiçik bərabər 7, 3 kiçik bərabər y, kiçik bərabər 6 deyir, x vur y hasilinin daxil olduğu aralığı tapın. Təbii ki, biz bunu tərəf-tərəfə vuraq ki, x vur y hasilinin daxil olduğu aralığı tapaq. Ümumiyyətlə, iki qat bərabərsizlikləri tərəf-tərəfə toplayanda alt-alta toplayırıq. Tərəf-tərəfə toplayanda alt-alta toplayırıq. Tərəf-tərəfə vuranda da alt-alta vururuq. Amma tərəf-tərəfə çıxanda və ya tərəf-tərəfə böləndə çarpaz bölürük. Yəqin ki, qabaqda ona aid suallar olar. Bir daha deyirəm, tərəf-tərəfə toplayanda və tərəf-tərəfə vuranda alt-alta toplayırıq, alt-alta vururuq. Amma tərəf-tərəfə çıxanda, tərəf-tərəfə böləndə çarpaz çıxırıq, çarpaz bölürük. İndi vuraq tərəf-tərəfə. 5'ü 3'a vururam 15, kiçik bərabər. X, y-ə vururam, x vur y. 7'ni 6'ya vururam 42. Onda x vur y ifadəsi daxil olur aralığa. Hansı aralığa daxildir? 15 ilə 42'nin aralığına daxildir. Bərabər işarəsi var deyə 15'i də alır. 15 də daxildir. 42 də daxildir. Sonra keçirik deməli 28-ci tapşırığa. Yazıram 0,3 kiçik bərabər 0,1x çıx 0,5 kiçik bərabər 0,6. Yaxşı olar ki, əvvəlcə hər tərəfi 10'a vurub, onluq kəsirdən, yəni vergüldən azad eləyək. 0,3'ü 10'a vuranda 3, 0,1x'i 10'a vuranda 1x, yəni x, çıx. 0,5'i 10'a vuranda 5, 0,6'nı 10'a vuranda 6. Biz x'i tapmalıyıq. Onda mənfi 5 getməlidir. Mənfi 5 getsin deyə hər tərəfin üstünə 5 gələk.
3 üstəgəl 5 kiçik bərabər 2 çıx 5 üstəgəl 5 kiçik bərabər 6 üstəgəl 5. Hər tərəfin üstünə 5 gəldim. 3 üstəgəl 5 8 kiçik bərabər. Mənfi 5 müsbət 5 islah gedir. X 6 üstəgəl 5 11. Deyir bərabərsizliyini ödəyən natural həllərin cəmini tapın. 8 ödəyir çünki bərabər işarəsi var. 9 araya düşür ödəyir. 10 bir də 11 ödəyir çünki bərabər işarəsi var. Natural həllərinin cəmini istəyir. O da deməli olur 11 9 20 38. Natural həllərinin cəmi 38 tapırıq. Sonra 29-cu sual ətraflıya düşüb. Rəqəm qoymaqla, ədəd qoymaqla, qiymət verməklə yazmaq olmaz. Yəni rəsmi şəkildə siz buna həll yazmalısınız. Şərtdə deyir ki, yuxarıdan yazım. Mənfi 2 kiçikdir x, kiçik bərabər 4. Y-in aldığı tam qiymətlərin cəmini tapın. Y-in aldığı tam qiymətlərin cəmini tapın deyir. Biz burada belə eləyək. Bax, bu 2 qat bərabərsidə x-dır deyə. Bu tənlikdən x-i tapaq, aparaq 2 qat bərabərsidə yerinə qoyaq. Ortada x-dır deyə tənlikdən x-i tapıb yerinə qoymalıyıq. X-i tapmaq üçün qalan hər şeyi sağa yığıram. X-i tək saxlayıram. Mənfi 3x bərabər, müsbət 2y sağa keçir, mənfi 2y, müsbət 4 sağa keçir, mənfi 4. Bu mənfilər geçsin, rahat olsun deyə hər tərəfi mənfi 1-ə vururam. Yazıram birbaşa 3x bərabər 2y plus 4. Və x-i tapıram. X bərabər 2y üstəgəl 4-ü vurma var, bölürəm 3-ə. Aha, mən x-i tapdım. İndi aparaq x-i 2 qat bərabərsizlikdə yerinə qoyaq. Yazıram mənfi 2 kiçikdir. X-in yerinə bu kəsri yazıram. Yazıram 2y üstəgəl 4 böl 3 kiçik bərabərdir 4. X-in nə tapmışam yerinə qoydum. İndi nə edəcəm? Hər tərəfi 3-ə vururam ki, kəsirdən azad eləyim. Birbaşa yazaq. 3-ü vururam mənfi 2-yə, mənfi 6 kiçikdir. 3-ü kəsirə vursaq 3-lər ixtisar gedər. 2y plus 4. 3-ü 4-ə vursam 12. İndi hər tərəfdən 4 çıxaq. Mənfi 6 çıx 4. 2y üstəgəl 4 çıx 4. 12 çıx 4. Hər tərəfdən çıxıram 4-ü. Mənfi 6 çıx 4. Mənfi 10. Müsbət 4 mənfi 4 islah gedir. 2y. 12 çıx 4 8. İndi isə hər tərəfi 2-yə bölək ki, 2 getsin, y-i tapaq. Bölürəm hər tərəfi 2-yə. Hər tərəfi 2-yə bölürəm. Mənfi 10-u 2-yə bölürəm. Mənfi 5. 2-lər ixtisar getdi. Y. 8-i 2-yə bölürəm. Olur 4. Y-in aldığı tam qiymətlərin cəmini istəyir. Y-in aldığı tam qiymətlər. Mənfi 5 ilə 4 arasında. Mənfi 4, mənfi 3, mənfi 2, mənfi 5-dən əvvəl alırıq. Mənfi 4-dür, mənfi 3-dür, mənfi 2, mənfi 1, 0, 1, 2, 3. Ətraflı şəkildə bunun hamısını yaz. Bir də 4-ü də alır. Çünki 4-ə bərabərdir. O da əks ədədlərdir. Hamısı islah gedir, hamısı sıfıra gedir. Yəni Y-in aldığı tam qiymətlərin cəmi sıfırdır. Bax bu şəkildə. Ondan sonra keçirəm 30-cu tapşırığa. Görə 30-cu tapşırıqda nə deyir? 30-cu tapşırıq. Deməli, mənfi 4 kiçikdir x, kiçikdir 5. 3 kiçikdir y, kiçikdir 7. Aha, alıram sistemə. Məndən mənfi 3x plus y ifadəsinin ən böyük və ən kiçik tam qiymətlərinin cəmini istəyir. Aha, bu tipli tapşırıqlarda hərəsini öz əmsalına vururuq. Nə demək istəyirəm? Bax, burada x-in əmsalı mənfi 3-dür. Onda x olanı mənfi 3-ə vururuq. Y-in əmsalı 1-dir, 1-ə vurmağa ehtiyac yoxdur. Məsəl üçün, y-in əmsalı mənfi 5 olsaydı, y-in əmsalı mənfi 5, onda y olanı mənfi 5-ə vurardım. İndi y-in əmsalı 1-dir, 1-ə vurmayaq. Davamlı yazıram. Bayaq demişdim ki, 2 qat bərabərsizliyin hər tərəfini mənfi ədədə vuranda işarələri dəyişmirik. Əvəzinə sağ və soldakı ədədlərin yerini dəyişirik.
Ona görə də mənfi 3-ü birinci 5'ə vuraq, yerini dəyişəcəyik. Mənfi 3-ü 5'ə vuraq, mənfi 15 kiçikdir. Mənfi 3'ü x-a vur, mənfi 3x kiçikdir. Mənfi 3'ü mənfi 4'ə vur, mənfi 3'ü mənfi 4'ə vur, müsbət 12. Aşağını olduğu kimi saxlayıram. İndi isə biz bunu alt-alta toplayaq ki, axtarılanı tapaq. Mənfi 15 üstə gəl 3, mənfi 12, mənfi 3x üstə gəl y, 12 ilə də 7'ni toplayıram, eləyir 19. İndi bu ifadə mənfi 12 ilə 19 arasından qiymətlər alır. Əgər mənfi 12 ilə 19 arasından qiymətlər alırsa, ən böyük 19'dan kiçikdir də, ən böyük tam qiyməti 18 olar. 19'dan kiçikdir. Ən kiçik tam qiyməti də mənfi 12'dən böyükdür. Mənfi 11 olar. Cəmini istəyir, cavab da 7 tapırıq. Bax belə. Növbəti 31 ətraflıya düşüb. 2020-ci ildə məzunların ətraflısına düşən bir sualdır. Əksər şagirdlər bu sualı səhv yazır, çünki düzgün yanaşa bilmir. Mənfi 7'də 1 kiçikdir x, kiçikdir 4'də 1 olarsa 1 bölü x'in 1 bölü x'in ən kiçik müsbət tam qiyməti ilə 1 bölü x'in ən böyük mənfi tam qiymətinin fərqini tapın. 1 bölü x'in ən kiçik müsbət tam qiyməti ilə 1 bölü x'in ən böyük mənfi tam qiymətinin fərqini tapın deyir. Gəlin biz belə eləyək. Biz bunu iki qat bərabərsizlikdən çıxardıb ayrı-ayrı bərabərsizliklər şəklində yazaq. Bax, buranı oxusaz. Nə görürsünüz? X kiçikdir 4'də 1. Ayrı-ayrı yazıram da iki qat bərabərsizlikdən çıxardıram. X kiçikdir 4'də 1. İndi bu hissəni oxuyun. X sağdan sola oxuyun. X böyükdür. X böyükdür mənfi 7'də 1. Ayrı-ayrı qollarda yazdım. Deməli, qoy bunu silim, artıq lazım deyil. Deməli, x kiçikdir 4'də 1, x kiçikdir 4'də 1 yazmışam, x böyükdür mənfi 7'də 1 yazmışam. Nəzərə alaq ki, burada x-in məxrəcində 1 var, burada x-in məxrəcində 1 var. O birləri bərpa elədim ki, tərsinə çevirəcəm. Çünki mənə 1 bölü x lazımdır. Əgər tərsinə çeviririksə, hər ikisini tərsinə çevirəcəyik. Və hər ikisini tərsinə çevirdiyimizə görə işarə dəyişəcək. Onda bunu tərsinə çevirirəm, olur 1 bölü x. Bunu da tərsinə çevirirəm, olur 4. Hər ikisini tərsinə çevirirəm, işarə dəyişir. Burada da bunu tərsinə çevirirəm, 1 bölü x. Bunu da tərsinə çevirirəm, mənfi 7. Təbii ki, işarə dəyişir. Solda da, sağda da hər ikisini tərsinə çevirdim, işarəni dəyişdim. Onda belə çıxır ki, 1 bölü x həm 4'dən böyük qiymətləri alır, həm mənfi 7'dən kiçik qiymətləri alır. İstəsəz ədəd oxumda da baxa bilərsiniz. 1 bölü x 4'dən böyük qiymətləri alır. Bax, göstərirəm. 4'dən böyük qiymətləri alır. 1 bölü x burada kəsişimi axtarmayın. Həm 4'dən böyük qiymətləri alır, həm mənfi 7'dən kiçik qiymətləri alır. 1 bölü x 4'dən böyük qiymətləri alır. 4'dən müsbət sonsuzluğa. Həm də 1 bölü x mənfi 7'dən kiçik qiymətləri alır. Elə bil ki, buradakı qiymətləri də alır, mənfi 7'dən kiçik qiymətləri də alır, 4'dən böyük qiymətləri də alır. Onda 1 bölü x 4'dən böyük qiymətləri alırsa, ən kiçik müsbət tam qiyməti nə olar? 5. 4'dən böyük qiymətləri alırsa, ən kiçik müsbət tam qiyməti 5 olar. Çıx. Mənfi 7'dən kiçik qiymətləri də alır. Mənfi 7'dən kiçik qiymətləri də alırsa, ən böyük mənfi tam qiyməti nə olar? Ən böyük mənfi tam qiyməti nə olar? Ən böyük mənfi tam qiyməti mənfi 8. Deməli, 4'dən böyük qiymətləri alır. Ən kiçik müsbət tam qiyməti 5'dir. Mənfi 7'dən kiçiyi alır deyə ən böyük mənfi tam qiyməti də mənfi 8'dir. O da
Mənfiyə dəyər müsbət olur. Cavab 13 tapırıq. Bax bu şəkildə. Sonra keçirəm 32-ci suala. Artıq bu asan bir bərabərsizliklər sistemidir. 2x böyükdür 10-dan. 2 çıx x böyükdür mənfi 18-dən. Aha. Deməli sistem olanda hərəsini ayrı-ayrı həll edirik. Sonra kəsişməni götürürük. Yazıram 2x böyükdür 10. X böyükdür 12-yə böl 5. Aha. İndi o birinə keçirəm. 2 çıx x böyükdür mənfi 18. Uzatmıram. Mənfi x böyükdür mənfi 20. Hər tərəfdən mənfilər atılır, işarə dəyişir. X 20-dən kiçikdir. İndi cavab götürəndə ikisinin kəsişməsini götürməliyik. X 5-dən böyükdür. 5-i qeyd elədim. 5-dən böyük ədədlər 5-dən sağda yerləşir. 5-dən müsbət sonsuzluğa qədər. 5-dən böyük ədədlər 5-dən müsbət sonsuzluğa qədər davam eləyir. 20 də deyək ki, buralardadır. 20-dən də kiçik ədədlər mənfi sonsuzluğa qədərdir. 20-dən solda yerləşir. Kəsişmə, üst-üstə düşmə 5-20 arasındadır. Sistemin ən böyük tam həllini soruşur. Ən böyük tam həlli 20-yə qədər, 19 olar. Deməli 5-20 arasında ən böyük tam həlli olur 19. Sonra keçirik 33-cü tapşırıq, elə sonuncu sual olmalıdır. 33-cü tapşırıq da bərabərsizliklər sistemi olduğuna görə hərəsini ayrı-ayrı həll eləməliyik əvvəlcə. Onda bir qoy belə birinciyə başlayıram. 2 vurulsun 3x çıx 4. Böyük bərabər 4 vurulsun x plus 1 çıx 3. Vurub açıram 6x çıx 8. Böyük bərabər 4x plus 4 çıx 3. Davam edirəm 6x çıx 8. Böyük bərabər 4x plus 1. Buradan birbaşa yazacağım 2x böyük bərabər 9. X böyük bərabər 4 tam onda 5. 9'u 2'ye böldüm. Bu bir. Sonra keçirəm ikinciyə. X vurulsun x çıx 4. Çıx. X plus 3 vurulsun. Hara getdi bu? Hə. X plus 3 vurulsun. X çıx 5. O da böyükdür mənfi 5'dən. X-ə vururam x kvadrat. X-i mənfi 4'ə vururam mənfi 4x. Mənfiyə görə mötərizdə yazacağım. X-ə vururam x kvadrat. X-i mənfi 5'ə vururam mənfi 5x. Üstə gəl 3x-ə vururam 3x. 3'ü mənfi 5'ə vururam mənfi 15. Mənfi 5'də sağa keçir. Müsbət 5. Daha doğrusu sola keçir. Böyükdür 0. Yazıram x kvadrat. Çıx 4x. Mənfiyə vurub açıram mötərizənim. Mənfini x kvadratına vururam. Mənfi x kvadrat. Müsbət 5x çıx 3x. Plus 15 plus 5 böyükdür 0'dan. Müsbət x kvadrat mənfi x kvadrat islah gedir. Mənfi 4x müsbət 5x mənfi 3x verir bizə. Mənfi 4x üstə gəl 5x eləyir x. X çıx 3x mənfi 2x. 15'in üstə 5 gələndə 20 eləyir. 20 o üzə keçir mənfi 20. Hər tərəfdən mənfilər atılır, işarə dəyişir. İndi x-in aldığı qiymətlər bərabərsizliklər sistemidir deyə hər ikisini ödəməlidir. Yəni x həm 4,5'dən böyük bərabər olmalıdır, həm də 10'dan kiçik olmalıdır. Onda x-in aldığı qiymətlər 4,5'dən böyük olmalıdır. 5, 6, ondan da kiçik olmalıdır. 7, 8, ondan da kiçik olmalıdır. 9. Deyir, tam həllərinin sayını tapın. Say da təbii ki olur 5 dənə. Bax bu qədər. Ümid edirəm ki sizin üçün bir faydası olar.